Salam, mən Musayeva Kəmalə Əli qızı Yevlax rayon Marzılı kəndində yaşayıram. Mənim oğlum Musayev Araz Müşfiq oğlu 2023-cü il iyul ayının 16-sında hündürlükdən yıxıldı və zədə aldı. Biz Mingəçevir şəhər mərkəzi xəstəxanasına müraciət elədik. Orada müayinələr aparıldıqdan sonra bizə məlumat verdilər ki, onurğa zədələnməsi və 5-ci fəqərədə sınıq var. Təcili neyrocərraha müraciət eləmək lazımdır. Biz də ATV kanalının bizimləsən verilişində reklam olunan Zaur Ramixanova zəng vurduq. O da dedi ki, müayinələri mənə göndərin. Əgər mənlik olsa, mən gəlib əməliyyat eləyərəm. Biz də bütün müayinələri ona göndərdikdən sonra o dedi ki, mənlikdir. Gəldi Mingəçevir şəhər regional xəstəxanasında mənim oğlumu əməliyyat elədi. Bizim xəstəxanadan heç bir şikayətimiz yoxdur. Oradakı personaldan, tibbi heyətdən çox razıyıq. Orada mənim oğlumun əməliyyatını Zaur Ramixanov yerinə yetirdi. Və mən ondan soruşdum ki, həkim, əməliyyat necə keçdi? O mənə məlumat verdi ki, ana, əməliyyat çox uğurlu keçdi, heç bir təlaşa ehtiyac yoxdur. Allahın böyüklüyü ilə hər şey yaxşı olar, yaxşı olar, yaxşı olar. Biz də istəyirik ki, yaxşı olsun. 3 gündən sonra bizim orada ödəniş eləməyə gücümüz çatmadığına görə Mingəçevir şəhər mərkəzi xəstəxanasına köçürmə yolu ilə oğlumu köçürsük Mingəçevir şəhər xəstəxanasına. Biz ora gəldikdən sonra uşağın vəziyyəti ağırlaşdı. Ayaqlar şişdi, bədən şişdi, çox ağır vəziyyətə düşdü, ağrılar başladı. Qızdırma qalxdı. Biz Zaur Ramixanovla heç cür əlaqə saxlaya bilmədik. Hər dəfə zəng vurduqda bir şəxs götürdü. Mən Zaur Ramixanovun, Zaur həkimin köməkçisiyəm. Ay bala, bizim dərdimiz budur, uşağın vəziyyəti belədir, yaxşı. Mən həkimlə danışıb sizə bir məlumat verərəm. O məlumat, bu məlumat. Biz Zaur həkimlə heç bir əlaqə saxlaya bilmədik. 2 ay biz həmin xəstəxanada müalicə aldıqdan sonra sağ olsun oran həkimləri bizə yaxşı köməklik elədilər. Yəni uşağın vəziyyəti nisbətən ağrıları götürüldü. Nisbətən yaxşılaşdıqdan sonra biz evə gəldik. Evə gəldikdən sonra uşaqda çox hərəkətsizlik, əsmələr çox gücləndi. Heç cür o üzə bu üzə çönə bilmədi, hərəkətsizlik artdı. Mən məcbur qaldım Rəhmətlidə yerləşən neyrocərrahiyyə xəstəxanasına müraciət elədim. Mən müraciət elədim ki, görək bu uşaq nə vaxt yeriyəcək. Mən ora müraciət eləyəndə oran həkimləri mənə dedilər ki, ay xala, sən nə yerimək davası döyürsən? Görmüşsən bu uşağın vəziyyəti. Məni yeni klinikaya göndərdilər, oradan təzdən uşağı MRT elətdim. MRT elədib gətirib burada həkimləri göstərdikdən sonra Əhmədlidəki neyrocərrahiyyə xəstəxanasında. Dedilər, təzədən təcili bu uşaq əməliyyat olunmalıdır. Birinci əməliyyatda çox fəsadlar verib, çox səhv əməliyyat olubdur. Onurğanın içi qanla doludur, qavırğa giribdir onurğanın içinə, xırda-xırda sümüklərlə doludur onurğanın içi. Təcili əməliyyat olunmalıdır. Sağ olsun oran həkimləri təcili əməliyyat elədilər. Bir həftə orada yatdıqdan sonra gəldik evə. İndi 1 il 8 aydır ki, mənim uşağım hərəkətsiz qalıbdır. Ayağa qalxa bilmir, yeriyə bilmir. Günü-gündən ayaqlarında zəiflik əmələ gəlir. Maddi imkanım yoxdur ki, təzdən 3-cü dəfə əməliyyat lazımdır. Təzdən onu 3-cü dəfə əməliyyat elətdirim. İşdən də çıxartdılar, qaz idarəsində işləyirdi. 2 dənə körpə balası var. Bax, mən belə qalmışam çıxılmaz vəziyyətdə. Aidiyyatı qurumlardan xahiş eləyirəm ki, belə məsuliyyətsiz həkimlərin reklam haqqında bir tədbir görsünlər. Yazıqdır bu cəmaat, kasıb balalarım. Mehriban xanım Əliyevadan, Heydər Əliyev fonduna müraciət eləyirəm. İmkanlı insanlardan mənim oğlumun əməliyyatı üçün mənə yardım eləsinlər. Zaur Ramixanovdan da tələb eləyirəm ki, mən hər şeydən ötəri nəsə tələb eləyən adam deyiləm. Tələb eləyirəm ki, mənim oğluma təzminat ödəsin, bu 1 il 8 ayda çəkdiyi xərclərin təzminatını ödəsin, mən oğlumu ayağa qaldırım. 2 dənə az yaşlı balası var, atası ağır onkoloji xəstədir, özüm də xəstəyəm, bax, lazım gəlsələr çəkilişlə gəlib, canlı müşahidə eləyə bilərsiniz. Onun balaları boynu pükük qalanda, nənə, dədəm nə vaxt yürüyəcək deyəndə, mən onların qarşısında söz tapa bilmirəm.
ailəsi də dağılıbdı. Bax, qalmışam belə çıxılmaz bir vəziyyətdə. Sağ olun.